Öncə şəhər icra hakimiyyəti başçısı Niyazi Bayramov tərəfindən qəbul edilən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Richard Morningstar icra hakimiyyəti binasında görüş tədbir iştirakçısına çevrildi. Səlahiyyətli qonağı və onu müşahidə edən şəxsləri ürəkdən salamlayan icra hakimiyyəti başçısı Niyazi Bayramov Mingəçevir və Mingəçevirlər haqqında ətraflı söhbət açaraq perspektiv layihələr barədə geniş məlumatları səfirin diqqətinə çatdırdı. Səfir Richard Morningstar da öz növbəsində qəbuldan və qonaqpərvərlikdən, Mingəçevirin günü-gündən simasının dəyişən gözəlliklərindən məmnun qaldığını bildirərək, Azərbaycandakı diplomatik fəaliyyətindən, indiyədək formalaşmış bəzi düşüncələrindən və səfərin məramından ətraflı söhbət açdı. Tədbirin sonunda şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov və səfir Richard Morningstar xatirə hədiyyələrini bölüşdü. Səfirin üst tutduğu növbəti ünvan Mingəçevir şəhər gənclər üçün təhsil mərkəzi oldu. Burada mərkəzin könüllüləri tərəfindən hörmətlə qarşılanan Richard Morningstar xanımı və onları müşahidə edən şəxslər ilk xoş təəssüratlarını aldı. Ardınca gənclərin və media təmsilçilərinin əhatəsində diplomatik fəaliyyəti, Mingəçevirə səfərinin məram və məqsədləri barədə ətraflı açıqlama verən Amerika səfiri Mingəçevirin gözəlliyindən, insanların qonaqpərvərliyindən və gənclərin ona göstərdiyi xoş münasibətdən məmnun qaldığını ifadə etdi. Azərbaycanın əsl gözəlliklərinin məhz bölgələrdə olduğunu bildirən Richard Morningstar burada əməlli başlı rahatlıq tapdığını etiraf etdi. Xüsusilə də Kür Olimpiya Mərkəzinə baş çəkdiyini xatırladaraq mərkəzin perspektivlərinə inandığını bildirdi. Səfir həmçinin onu müşahidə edən xanımı barədə məlumat verərək xanımının ixtisasca psixoloq olduğunu vurğuladı və onun da şəhərdən zəngin təəssüratlarla ayrılacağını açıqladı. Ardınca çıxış edən diplomat xanımı söylənənlərin doğru olduğunu bir daha bəyan etdi. Tədbirdə həmçinin gənclər üçün təhsil mərkəzi könüllülərinin fəaliyyətini və uğurlarını əks etdirən videoçarx nümayiş olundu. Bundan sonra yenidən söz alan Richard Morningstar gənclərə bundan sonra da lazımi dəstək vermək niyyətində olduqlarını açıqlayaraq ABŞ səfirliyi tərəfindən həyata keçirilmiş inşa müsabiqəsinin 2000 Mingəçevirli mükafatçısına layiq olduqları fəxri sertifikat diplomları təqdim etdi. Ardınca uzun süre ərzində səfir gənclərlə həmsöhbət olub onların suallarına ətraflı aydınlıq gətirdi. Görüş bitdikdən sonra media nümayəndələri üçün qısa briefing keçirən Richard Morningstar sonda xüsusi olaraq Mingəçevir telekanalı üçün geniş müsahibə verdi. We've spent a wonderful day here today. Burada çox gözəl vaxt keçirdik. I have very positive feelings about Mingəçevir. Çox müsbət təəssüratlarım var Mingəçevirlə bağlı. It's a beautiful city. Gözəl şəhərdir. I had a very good meeting with the chairman of the executive committee, Mr. Bayramov. İcra hakimiyyətinin başçısı cənab Bayramovla çox yaxşı bir görüş keçirdik. He also took us to see the rowing center, which was very impressive. Və o bizim avar çəkimi olimpiya mərkəzinə apardı. O da çox xoş təəssüratlar yaratdı bizdə. And we've just finished a wonderful meeting here at the youth center with all of these people. Bəs biz indicə bu gənclər təhsil mərkəzində bu gənclərlə bir yerdə çox yaxşı bir görüşdən gəlirik. For specific projects in specific regions with various organizations. Və təşkilatlar təkliflərlə müraciət edirlər və biz spesifik regionlarda, bölgələrdə spesifik layihələr üçün maliyyə dəstəyi təqdim edirik. Müsahibə gün informasiya proqramının ilk buraxılışından həmən sonra tam şəkildə tamaşaçılara təqdim olunacaq. Ehtiram Muradlı, Nazim Niftəliyev, Qeysər İmanov, Müşfiq Əliyev, MTV.